Xalqıma heç vaxt yalan söyləmirəm. Amma illərdir yayımlanan beynəlxalq hesabatlar Azərbaycanın avtoritar idarəetmə ilə xarakterizə olunduğunu, medianın susturulduğunu, siyasi müxalifətin ciddi məhdudiyyətlərlə üzləşdiyini vurğulayır. Yəni liderin ritorikası ilə ölkə haqqında qlobal təsəvvürlər arasında dərin uçurum var. Siyasi nəzəriyyə bu ziddiyyəti belə izah edir. Avtoritar rejimlərdə yalan sadəcə nəyisə gizlətmək üçün deyil, alternativ reallıq yaratmaq üçün ideoloji silaha çevrilir. Siyasi nəzəriyyəçi Hannah Arendt deyirdi ki, 20-ci əsrin totalitar rejimləri yalanı yeni səviyyəyə qaldırdı. Stat: Totalitar liderlər yalanın gücünə, keçmişi dəfələrlə yenidən yazaraq onu hər dəfə indiki siyasi xəttə uyğunlaşdırmaq qabiliyyətinə qorxunc dərəcədə inanırdılar. Statın sonu. Tribunadan səslənən sözlər təkrarlandıqca fakt kimi qəbul olunur. Nəticədə həqiqətlə yalanın sərhədi silinir və bu təsadüfi ritorika yox, hakimiyyətin şuurlu strategiyasıdır.